14 may 2025-ci il mart ayında dəyərli izləyicilər xatırlayırsınızsa, Melisa Group tikinti şirkəti tərəfindən bir ailənin evi başına uçuruldu. Az qalsın xəsarət alanlar olacaqdı. Xoşbəxtlikdən bu baş vermədi. Demək dəyərli izləyicilər, bu hadisədən sonra Melisa Group'un rəhbəri saxlanıldı və onunla bağlı bugün bir xəbər var, həbs olundu. Demək, Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən Melisa Group tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb. Bu barədə Qafqazinfoya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək. Bildirək ki, dəyərli izləyicilər, martın 28-i konkret olaraq vaxtda deyirəm, Yasamal rayonunda söküntü işləri ilə əlaqədar cinayət işi çərçivəsində saxlanmış və bir gün sonra isə barəsində həbs qəti imkan tədbiri seçilmişdir.